Hepinizi salamlayıram. Bildiyiniz kimi mən Günel, Qeyd Mədəniyyət Formalaşdırılması layihəsinin layihə rəhbəriyəm. Biz bugün 3 ay müddətində həyata keçirdiyimiz bu layihənin bağlanış tədbiri üçün toplanmışıq bura. Və bildiyiniz kimi bu layihə bizə Qeyd Dövlət Dəstəyi Agentliyi tərəfindən onların maliyyə dəstəyi ilə həyata keçirilir. Buna görə də agentliyə öz təşəkkürümüzü bildiririk. Layihəmizin əsas məqsədi oxu mədəniyyəti təşviq olunması idi və həmçinin də araşdırmaya olan maraq səviyyəsinin artırılması idi. Bununla da biz ona niyyətlənmişdik ki, uşaqlarda, gənclərdə və yeniyetmələrdə yaradıcı və tənqidi düşüncə yaransın, oxu mədəniyyətinə təşviq olunsun, təbiətlə ünsiyyət nəticəsində araşdırmaya qarşı olan maraq səviyyələri artsın. Bu baxımdan biz bu layihəni 3 ay müddətində həyata keçirdik. Layihə haqqında 3 ay müddətində biz nələr eləmişik, daha belə detallı məlumatlar üçün mən Aydanı dəvət edəcəm. Aydan bu layihənin həm layihə meneceri oldu, həm də mütaliə rəhbərlərindən idi. Salam, mən Aydan Məcidova, 21 yaşım var. Bu layihədə yine dediği kimi menajer idim, işlərin koordinasiyasına baxırdım, həm də mütaliələrdə iştirak edirdim. İstəyirəm sizə Qeyd Mədəniyyəti layihəsinin ümumiyyətlə Bakı üzrə və bölgələr üzrə necə icra olduğundan danışım. Birinci biz açılış tədbirləri ilə başladıq. Bakıda böyük açılış tədbirimiz baş tutdu. Bu zaman biz uşaqlarla Bakıda canlı şəkildə mütaliə elədik, parklarda gedib mütaliə elədik. Burada iştirak edən uşaqlar da var. Bölgələrdə isə onlayn Zoom vasitəsilə mütaliələr keçirdik. Siz burada böyle sayıları göreceksiniz, bir de oradan olan kadrları göreceksiniz. Keçirdik. Həmçinin analarla, uşaqların valideynləri ilə mütaliələr keçirdik. Məqsədimiz balaca şəxslərdə kitabın üzərindən təfəkkür edib, ondan həyatımıza nəticələr çıxartmaq idi. Və sonunda müsabiqə mərhələsi baş tutdu. Siz az sonra görəcəksiniz, biz uşaqlar arasında kitabın qaliblərini seçmişik. Bu qaliblik sadəcə birinci yer, ikinci yer məsələsi deyil, uşaqları oxuya daha çox təşviq eləmək üçündür. Həmçinin bölgələrdə də Zoom vasitəsilə müsabiqə keçirildi və orada da mükafatlandırma, bağlanış tədbirləri keçirildi. Hissə videolar da var, onlardan birini istəyirik göstərək. Bunlar üzrə olan zəhmət olmasa üçün qoyarıq. Ümumiyyətlə, okul layihəsi 2015-ci ildən həyata keçirilirdi burada və 2021-22-ci illərdə mən ilk dəfə iştirak edəndə rayon səfərlərində öyrənmişdim ki, layihənin idea müəllifi Elnarə müəllimdir. Ona görə istəyirəm, Elnarə müəllim buradaydı, bayaq görmüşdüm. Buradadır Elnarə. Elnarə müəllimə istəyirəm, söz verim ki, o öz duyğularımızın da paylaşmaq istəsin. Biz bəzən uşaqların sayı, mütaliəyə qoşulan uşaqların sayına, ümumiyyətlə neçə səhifə oxuduğumuza, neçə kitab qazandığımıza baxırıq. Bəzən əsas və önəmli detalları qaçırda bilirik. Amma uşaqlar bizə bu mövzuda çox kömək olurlar ki, bizim qaçırdığımız detalları öz xəyal gücləri ilə bizə çatdırırlar. Mən də bu il İsmayıllı mütaliələrində o
belə deyim, İsmailli uşaqlarının əmanətlərinin geniş xəyal gücünə şahid oldum. Hətta bir dəfə yadımdadır ki, biz bir mütaliəyə qoşulduq. Orada çox uşaq qoşulmamışdı, bir qız qoşulmuşdu. Onunla da aramda yaş fərqi azdı. Başladıq biz bu kitab üzərində söhbət eləməyə və dedik ki, bunu biz saymayacağıq, gələn dəfə yenə də uşaqlarla qoşacağıq, gəlin ikimiz söhbət eləyək Şəhzadə üzərindən. Və həmin gün o qızla ünsiyyətdə çoxdan da üzərində düşündüyüm bir problemini qız fərqində olmadan Balaca Şəhzadə Su ilə cavabını dedi mənə. Və mən düşündüm ki, ayda bu mənim ağlıma niyə gəlməmişdi. Və o qızdan çox şey öyrəndiyimi düşündüm. Təbii ki, bütün gözəl şeylərin bəzi problemləri ola bilir. Bizim də bu mütaliədə bəzi problemlərimiz var idi, davamsızlıq kimi. Bəzən olurdu ki, mütaliəyə həddən az uşaq qoşulurdu və bizim motivasiyamız düşürdü aşağı. Amma burada əsas, belə deyim, işin biz mütaliə rəhbərlərinin üzərinə düşdüyünə inanıram. Bizim doğru təşviqimiz, gözəl şəkildə təqdimatımız gələcək layihələrdə uşaqların daha aktiv qoşulmasına səbəb olacaq. Bir də mən bağlanış tədbirimiz haqqında danışmaq istəyirəm. Mən biz İsmailli Hirəndə bağlanış tədbirinə çox gözəl mənzərəyə şahid oldum. Orada uşaqlarla deməli biz qalibləri seçmişik. Təbii ki, İsmaildən də bir könüllümüz var. Gülar, bəlkə tanıyarsınız, gecə onlarda qalmışdı. Onunla saat 3-ə qədər uşaqların cavablarına baxmışıq və qalib seçmişik. Və həqiqətən qalib seçmək o qədər çətin idi ki. Çünki hamının yazısı, esesi o qədər kreativ, o qədər belə gözəl. Salam. Mən tanıyırsınız, adım Nazlı. Mən də Ağdaş bölgəsində mütaliə rəhbəri idim. Ümumiyyətlə, biraz duyğumu paylaşmaq istəyirəm. Düzdür, oxudan danışmaq həmişə biraz duyğuları çox oyandırır. Çünki istər inancımıza görə, istər elm açısından kitab və oxu həyatımızda çox önəmli yer tutur. Və oxu haqqında danışmaqda həmişə belə fərqli duyğular oyandırır insanda. Düşünürəm ki, elə bir insan yoxdur ki, onun uğurunda oxunun və kitabın payı olmasın. Bizim də hazırda hər birimizin qazandığı uğurlar əslində təməlinə baxsaq, orada oxu, öyrəndiyimiz elmlər durur. Bunu nə qədər yaya bildik, əslində mən həm layihə rəhbərlərinə, həm də ideya müəllifinə təşəkkür edirəm. Çünki bizim üçün də çox yaxşı fürsət oldu. Mən öz adımdan deyim ki, layihə rəhbəri ilk dəfə olurdum və bu mənə çox fərqli şeylər qazandırdı. Düzdür, bunu tək kitab oxumaq özü çox yaxşıdır, bunu sevirik. Amma kollektivlə oxumaq və bir də hələ uşaqlarla oxumaq həm çox maraqlı, həm öyrədici, həm də çətindir mənə görə. Onların hamısını bərabər səsləməsi üçün dəvət edirəm onlara səsləməyə. Mütəli iştirakçılarını dəvət edək. Və mütaliə könüllülərinə, layihənin könüllülərini də dəvət edirəm. Könüllülərlə bərabər biz sizin üçün kiçik bir təqdimatımız olacaq. İstəyirik ki, onların dilindən layihəni dinləyək və nəticəni görək. Siz layihəni analarınızdan davam edərsiniz. 5 dəqiqəli yuxarı qalxıb gəldik. Biz yuxarı çıxacağıq bərabər. Həyətdə. Siz layihə könüllülərsiniz. Könüllülərdən də məlikə Gülar və indi biz uşaqlarla yuxarı qalxırıq. 5-10 dəqiqəyə düşəcək. Hə, 10 dəqiqə. Tamam. Biz 10 dəqiqəlik yolda fasilə verək. İndi Balaca Şahzadədəki kimi, Balaca Şahzadə deyir ki, böyüklərə hər şeyi başa salmaq üçün hər dəfə izah eləmək lazımdır. İndi balacalar bizə kitab oxumağı təşviq edəcəklər və öz oxuduqları kitabın reklamını keçirəcəklər. Baxaq görək siz hansı qrupdan şövq olursunuz həmin kitabı oxumağa. Salam, hamınıza xoş gəldiniz. Bu gün hamımız birlikdə Balaca Şahzadə kitabının təqdimatını həyata keçirəcəyik. İlk öncə ideyalarla başlamaq istəyirik. Ona görə sözü verirəm qrup komandanın üzvü Nurcinə. Özü təqdim edir. Mən mənim 14 yaşım var. Balaca Şahzadə kitabından çox şey öyrəndik. Əslində bunun ideyası, yəni Balaca Şahzadənin bizə vermək istədikləri, yəni biz Balaca Şahzadədən nələr öyrəndiksə, onları təqdim etmək istəyirəm və başlayalım.
Təqdimatımızın üzərində kiçik bir səhnəci ilə başlamaq istəyirik. Buyurun, başlaya bilərsiniz. Salam. Sen haradasan? Sen kimsən? Ben Türkçeyim. Sen benim doğum yoldan çok sıkılır. Hiç bir dostum da yoktu. Ben sana oynayabilirim. Türkçeyle ehleştiririm. Bir değiştirim. Ehleştirmemek ne demek? Ehleştirmek o demektir ki bu hakkımı kazanır. Ha, ehleştirilmiş şey için mesuliyet. Ehleştirilmiş şey için mesuliyet. Əsərlərini oxumaq bizə başqa nələri qazandırır? Gözle görünmeyen bir şeyi necə görünür? Dostluğun hayattaki yolu nedir? Hayatta önemli xərclər necə görünür? Məsuliyyətin həyatımızdakı əhəmiyyəti. Əgər siz də bu suallara cavab tapmaq istəyirsinizsə, Balaca Şahzadə kitabını səbirlə, aramla və dişlərə oxumağa dəvət edirik. Siz bu kitabı təkcə özünüzə yox, həm də övladınızla aranızdakı ünsiyyəti düzəltməyə çalışırsınız. Bəs bu sizin övladınızla aranızda necə köprü quracaq? Biz bunu öz könüllü, yox könüllü deyil, iştirakçısı dostlarımızdan biləcəyik. Başla. Bu kitap sizin içinizdeki planetleri keşfetmenize kömək edəcək. Öz planetinizi qurmağa kömək edəcək və əsl dostluğu quracaq, dostluğun ziyaretini edəcək. Siz bu kitabı oxumaqla içinizdəki uşağı kəşf edə biləcəksiniz. Mən bu kitabdan öyrəndim ki, sevgini, dostluğu, yaxşılığı. Bu kitabı oxusa siz görünmeyen Öğrendiğimiz, bize kattığı değerler hakkında bahsedecek. Herkese salam edirəm. Mən Zəhra, 5 aydır Cıdırda kəndində fəaliyyət göstərirəm. 15 yaşım var. Mən İqrar layihəsində iştirak edirəm və uşaqlarla mütaliə eləmək mənim üçün həqiqətən ayrı bir Öz heyvanını əhilləşdirir, türkünü əhilləşdirir, onunla dost olur. Çox qarşılaşdığı hadisələr olur. Çox şəxslərlə qarşılaşır, hər kəsin planetində fərqli-fərqli. Bu da bizim qarşılaşdığımız hadisələrə sanki bənzəyir. Yine maraqlı faktlarla davam edək. Kitabda gördüğümüz en maraqlı faktlarla kısa davam edək. Salamlar. 11 yaşım var. Balışıq sahibini, O söz həqiqətən mənim həyatımda da çox böyük rol oldu. Bundan sonra da bir dənə də söz demək istəyirəm, vaxtınızı tutmayayım. Xəyallarımıza görə, yəni Balaca Şahzadənin bizdə buraxdığı iz əslində deyirik ya, ən zülmət qaranlıq, aydınlığa ən yaxın olan zamandır. O isə bizim xəyallarımızın gerçəkləşdiyi zamandır. Yəni xəyallarımız əziyyətlə də olsa, o qaranlıqdan bir gün aydınlığa çıxacağımız zamandır. Çox sağ olun. Bir də ümumi sual vermək istəyirəm. İndi uşaqlar da gözləyir cavabı ki, biz necə təqdimat edədik və bundan təsirləndilərmi? Bütün zala sual vermək istəyirəm. Hansı komandanın olduğunu soruşmayacağım. Sadəcə siz uşaqların təqdimatından o kitaba həvəs olduğumu və istəyərsinizmi o kitabı oxumağı, hansı cümlə sizə təsir elədi? Övladlarınızın dilindən hansı cümlə sizə təsir elədi? Valideynlərin fikrindən almaq, uşaqların gözü sizdədir bu arada. Əvvəl əlinizi qaldırın ki, kim bu kitabı oxuyar? İstəyərəm. Uşaqlarınız baxır, kim bu kitabı oxuyar? Bu uşaqlar üçün deyil bu arada, bütün yaş qrupu üçündür. Həm böyüklər, həm uşaqlar oxumalıdır və komandaların da təqdim elədiyi kimi uşaqlarla valideynlər arasında körpüdür. Bir də valideynlər yuxarıdan əl qaldırsın ki, uşaqları da görsün kim oxuyur. Mən özümdə onu tövsiyə edərəm uşaqlara. Yəni, rəqəmlərə fikir verməsinlər. Əsasən hərflərə, sözlərə. Yəni, sözlər böyük qüvvəyə malikdir. Həmişə yaxşı ünsiyyət qurmağa, bir-birinə mehriban olmağa çalışsın. Yəni, dostluğun əsasını təşkil edib. Adi bir xırda söz insanı bir-birinə çox yaxınlaşdıra da bilər, uzaqlaşdıra da bilər. Ona görə də çalışsınlar ki, həmişə öz ətrafları ilə xoş münasibət qursunlar. Hər şeyin əsasını. Sağ olun.
Teşkilatın rəhbərinə təşəkkürümü bildirirəm. Yeganə xanıma bu zamanla bir tədbirdə tanış olduq və özümü bugün xoşbəxt istəyirəm ki, nə gözəl ki, mən tanıdım. Bir ay öncə Qarabağda tanış olmuşduq. Və mən Yeganə xanımdan ayrıla bilmirəm deyərdim ki, o görüşdən sonra və o məni gətirdi bugün bu cəqara çıxartdı. Bugün mənim 3-cü gəlişim deyəsən bu təşkilata, amma hər gün daha da çox sevirəm və Qiraət bu layihədə, kitab rəhbər layihəsində bir gün də iştirak elədi. O kitabı mən də aldım, oxudum. Buradakı uşaqların orada iştirakı lap təsirləndi və orada həmişə bir-bir möhtəşəm deyirsiniz, tədbirdir. Oxuların tədbiri həmişə fərqli olur. Bugünkü uşaqlara baxıram, nə qədər böyümüsünüz, bəlkə iki şəxslərdə sizi görürdük, hamımızı şəxsən tanıdığım üçün. Allaha sonsuz şükürlər edirəm. Bugün yanılmayacağım, 10 dəqiqəyə mi bu belə təşkil olundu, inanmadım. 10 dəqiqə yox. Yəni harika, yəni söz möhtəşəm, sözsüz, yəni 10 dəqiqəyə bir sizin yaşınızda bir gənc fikrini bu cür gözəl ifadə eləyir, toparlanır, böyüklər qarşısında, müəllimlər qarşısında bu cür cəsarətlə siz bugün tərk egzekülünü yaşatmadınız. Siz bugün tamamilə bizim kimi yaşda insanlara bir qalan verirsiniz. Çünki kitablar insanların qalanlarıdır. Və mən əminəm ki, egzekülü sizin qalanlarınızın ən kiçik şeyi olacaq. Və siz böyük zirvələrə düşəcəksiniz. Kitablar sizə böyük bir yollar açacaq. Bunun için bu ürünlerden toplanırlar və biz də çalışacağız sizə dəstək olar. Çok sağ olun sizin təfəkkürünüz üçün, verdiğiniz məntiqli analizlər üçün. Bu yeni öyrəndiyim kəlməmdə sizə deyim ki, kitablar sehirlidir, eynəklərdir. Mən özüm 32 ildir ki, mən eynək takıram, amma heç eynəyimə bu cür baxmamışdım. Hər birinizə təşəkkür edirəm bu kəlmə üçün. Kitabınız tamam olsun. Bir kız dedi ki, bu kitabı örneğiniz ustalar, örneğinler, onlar bilərlər, biz nə istəyirik. Kəllər məni çox istəyirlərdi. Bu yaşıma baxımda mən o kitabı okumaq istəyirəm. Tərbiyə eləməyə və onu ətrafa yayılmaq istəyirəm. Bakın, okuyun görün özü canlı uyanım orada inşallah. Oradan da münasebetler güzelse inşallah bu kitabın köleği olsun. Bu olan möhtəşəm onlar. Çok sağ olun. Mən özümdə 2016 səhv eləmirəmsə, 2016-cı ildə kitab ətri qaliblərindən olmuşam. O vaxtda biz də kitab oxuyurduq. Yəni Cığırın ilk layihələrindən ki, uşaqlarla kitab oxunması və mənim ən sevdiyim layihələrdən biridir. Ona görə çox sevinirəm ki, yeni əmanətlərimizi də burada görməkdən, yəni onlar da kitab oxuyub artıq bizimlə burada davam edirlər kitab yolculuğunda. Sağ olun. Yəni kitabın həyatımıza qatdıqları haqqında biz artıq sinifsat müzakirə edirik. Ona görə ailələrin də mütaliə prosesində aktiv iştirak etmələrini çox istəyirik. Və bir problemlərdə qarşılaşmışdıq ki, biz kitabxanalar mövzusunda biz kitabxanalarda tədbir eləmək istəyirdik. Sadəcə kitabxanalarda keçirilən tədbirlər ödənişli əsaslarla yeni qanun keçirilir. Bizdə də layihə prosesində büdcə olmadığı üçün biz kitabxanalarda gedib tədbir keçirə bilmədik təəssüf ki. Amma Cığırın tərkibində Salam yurdunda artıq kitabxanamız da var ki, həmin kitabxana yaradılmasının əsaslarını da biz bu layihə çərçivəsində qoyduq. Birazdan yuxarıda sizə həmin sizəni göstərəcəyik. Kimlər istəyirsə, həmin kitabxanaya üzv olub, oradan da kitablar döküb oxuya bilər. Hamınızı salamlayıram. Düşünürəm ki, 10 ildən sonra da Allah ömür versə, bir aydan Samirə, Aytəc burada çıxır. Bu səhnədə siz olacaqsınız layihələrdə. Buna inanıram. Hər birinizi inanıram ki, siz burada o uşaqlara nəyisə öyrədəcəksiniz. Çünki sən ən xoşbəxt edən şey öyrətməkdir. Video baxdı, videoda mənə ən təsir edən şey bilirsinizdir.
birinin kitab yazması. İnsanlar o hayatı görmürlər. O həyatdan xəbərləri yox. Amma birinin görmədiyi yerdən, xəbəri olmadığı bir həyatdan, birinin əlinə qələm alıb, başqa birinin onu ötürməsi, yazması, görün bir insan həyatını necə toxunur və dəyişir. Kitabı yazan adam məktəb bitirməyib. Sadəcə və sadəcə qələmi əlinə alıb, gözlərini yumur və öz həyatıyla yazır. Və sadəcə öz gündəlik həyatını yazmaq, insanlara səsini çatdıra biləcək bir insanın həyatını dəyişir. Və o insan bir aparıcıdır, bir yazıcıdır, bir məşhur adamdır. Amma çox bəsit bir şey həyatın qaranlıq tərəfini görə bilir. Amma heç oxumaya bilməyən birisi isə bir həyatını dəyişir. Bu layihələrdə ən önəmli məsələ ötürə bilməkdir, yaza bilməkdir. İnanın ki, gələcək layihələrdə siz iştirak edəcəksiniz, kitabxanaya yazılacaqsınız. Kitabxanalardakı ən önəmli məqsəd olacaq. Oxuduğunuz kitab haqqında səmimi, heç kəsin nəzərində nəsə qazanmaq düşüncəsi olmadan, məni burada bəyənəcəklər, məni tərifləyəcəklər dərdində olmadan, mən öz duyğularımı necə gözəl ifadə edə bilərəm? Zaten birinin gözündə görünmək, diqqətli olmaq üçün ən sehirli sözə sirri aça bilərəm. Böyüklər arasında ikinci yerin sahibi Nuray Babayeva. Ebiyyatlı sərləri. Sen gel, ben Babaya Böyüklər arasında ikinci yerin sahibi Dəniz Şıxaliyeva. Ve böyüklər arasında birinci yerin galibi Elif Qəhrəmanova. Şəkil çəkdirək, sonra Xəlifə Beliyəni. Zəhra Əsədova. İkinci yerin galibi Zəhra Rızayeva. Ve birinci yerin galibi Hüseyin Orucov. Ləndirdilərimiz Nişanə Əhmədova, Bahar Nağızadə, Sevcan Feyziyeva, Bizim dirayət mədəniyyətinin formalaşdırılması layihəsi çərçivəsində bayaq müəllimlər də qeyd elədi. Salam Yurdu Təlim Tədris Mərkəzində kitabxana açılır. Daha doğrusu mövcud kitabxanamızın sayını çoxaltmışıq kitablarını və hər biriniz indi günə sizi aparacaq orada kitabxananın təqdimatı üçün. İstədiyiniz kitabı seçib, şəxsiyyət və məqəsi ilə Bura bizim Salam Yurdu Təlim Tədris Mərkəzinin daxilində olan kitabxanamızın daha yenilənmiş versiyasıdır. Layihə çərçivəsində biz kitablarımızın sayını artırdıq. İstədiyiniz kitabı bundan sonra siz götürüb oxuyub qaytara bilərsiniz.